Qurban ümumiyyətlə İslam aləmində böyük bir ibadətin, həcc ibadətinin tərkib hissəsidir. Bu, həcc ziyarəti zamanı həyata keçirilir, ancaq həccdə olmayan insanlar da bunu öz məmləkətlərində kəsə bilərlər. Şübhəsiz ki, qurban ibadəti imkanlı şəxslərə, yəni imkanı olan şəxslərə vacib edilibdir və burada eyni zamanda da sosial əlaqələrin inkişafı əsas nəzərdə tutulur. Qurban özü Allaha yaxınlaşmaq deməkdir. İmkanlı şəxslər qurban alıb, qurban kəsib, müxtəlif heyvanlar var ki, o heyvanlardan qurban kəsilir İslam aləmində. Şəriətimizə görə dəvədir, camışdır, inəkdir, qoyundur, keçidir. Böyük baş heyvanlardan, yəni dəvə, inək kimi heyvanlardan bir neçə nəfər də şərikli olaraq alıb kəsə bilərlər. Yaxşı olar ki, nəzir edilmiş qurbanı, əhd edilmiş qurbanı Qurban bayramı ərəfəsinə təvafüq etdirməsinlər. Qurban ətinin satılması doğru deyil. Bu satılmaz, yəni qurban təmənnasız olaraq paylanmalıdır və əgər imkanı olmayan şəxslər də ət alıb onu istifadə edə bilərlər. Ancaq onu qurban əti adından alver etmək bu məqsədə uyğun deyil. Ümumiyyətlə, qurbanlığın mahiyyəti, fəlsəfəsi ondan ibarətdir ki, müsəlmanların, insanlar arasında sosial əlaqələrin inkişaf etməsi, bax, bu 3 gün ərzində qeyd edilən bayram günlərində insanların bir-birinə kömək olması, əl tutması, sosial əlaqələrini daha da inkişaf etdirməsi, get-gəl etmələri, xəstələrə baş çəkilməsi, tutaq ki, şəhidlərin, şəhid ailələrinin ziyarət olunması, yaşlı insanların, qohumların ziyarət olunması və həmçinin onlara həmin qurban payından, deyək ki, təqdim olunması. Qeyd etdik ki, imkanlı şəxslər qurban kəsə bilərlər. Bunun həcmi müxtəlif miqdarda ola bilər, kiçik heyvan da ola bilər, böyük də ola bilər. Burada konkret bəzən qeyd edirlər ki, 7 yerə bölünməlidir filan. Bunlar, yəni, şəriətdə yoxdur belə bir şey. Amma bir tövsiyə var ki, hədislərdə 3 hissəyə bölünməlidir. Fərqi yoxdur. Məsələn, 1 heyvan olsun, 5 heyvan olsun, 10 heyvan olsun. O, insanın o kəsdiyi heyvanın məbləğinə baxır, onun həcminə baxır. 3 hissəyə ayırmaq tövsiyə olunur. Birinci hissəsini özü və ailəsi üçün götürür. İkinci hissəsini qohumlar və qonşular üçün sərf edir. Üçüncü hissəsini də kasıb və imkansız insanlar üçün. Elə varlı, imkanlı insan ola bilər ki, onun ona ehtiyacı olmaz. Bütün kəsdiyi qurbanların, bütün ətin hamısını insanlara paylaya bilər. Heç özü götürməz. Bax, bu da məqbuldur. Yeganə olaraq nəzir qurbanında yaxşı olar ki, insanın özü ondan istifadə etməsin. Onu ki, o əhd edib paylamağa, onu kəsməyə, onu qurban ərəfəsində yox, başqa vaxtı kəsib və onu insanlara paylasa daha gözəldir.